tabak biznesini 2019 ildən deyirlər. Dedim ay yox. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik ve daha özgüvenli hissetməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Mən bizə özümü söhbət edirəm. Vallah deyirəm sizə, mən bilirəm də uşaqlara dedim ki, uşaqlar İnşallah tarih patisi çevirdi. Dedilər ki, qaqa eləməyəcəklər. Dedim, baxarsan. İdman, belki Tofiqə deyildi, başqa Rusiyada qalan. Elən dedim ki, baxar, Tahirə var ha. Kimi verilə versinlər, bu adam yorulacaq, tez yorulacaq. Aydın məsələ. No, zirə işi göstərəcək. Amma zirə iş. Cəmaat deyib o bezi o şeydən qana qaçır cəmaat. Mən belə, ayda sən də UFC zat şey olsan. Həyətən. Mən bir UFC-dən həvəsim düşdü 2016-da həvəsim düşdü UFC-dən. Mən haçan UFC-dən danışdım, mənə nakaut elədilər. Onu danışarsan, onu deyərsən. Haçan UFC-dən danışdım, nakaut uduzdum. Oxuyarım belə, UFC-nin adını deyil. Etap başlayaq bırak. Deməli, salam aleykum. Tural, bizim qardaşımız Bakıdadır və bir neçə aydır buradadır. Çünki bir ay var orada. İkinci aydır buradadır. İnşallah ki, ayın 27-si bizdə UFC Bakıda ikinci dəfə keçiriləcək və bu günləri ən birinci Tural barədə danışacaq, planları barədə. Ümumiyyətlə, Tural bu son 2 ildə hansı işlərlə məşğul olub. Yəni, bildiyimizə görə burada qeyd edilib, Turalın verilişi hansı ki bizdə çəkilib, maraqlı veriliş alınıb və ondan sonra hansı işlərlə məşğul olub, nələr başına gəlib, maraqlı mövzular. Necədir işlər? Yaxşı. Necə gəldin çıxdı? Bomba kimi, normaldir. Çox da açıq deyim, çoxdan gəlmirdim Azərbaycana. Belə heç gəlməyi də istəmirdim. Səbəb? Səbəb o qədər hadisələr oldu ki, qanım qaraldı, belə ürəyi bulantısı oldu. Ona görə heç açıq deyim 2 il yarım idi də. 2 il yarım olma. 2 il yarım idi. Hə, mən 24-ün mayın 9-u ad günüm oldu. Ad gündən sən mayın 9-dan alınmışsan. Qələbə günü. Qardaş, qələbə sənin konkret deyirsən. Əynimə. Elə oldu ki, elə yarışdan şey oldu. Yarış demək. Səsi necədir? Yaxşı gəlir? Hə, Allah. Ad günümü yola verdim. Birbaşa biletimi də aldım, çıxdım, getdim. Bu məsələlər olmamışdı bizim uşaqlara. Ondan sonra çıxdım, getdim. Gedən kimi belə başımı soxdum ancaq məşqə ki, yəni başqa heç nəyə fikirləşməyim. Deməli, başladım hazırlaşmağa yarışa. Çünki burada olanda elə də yaxşı hazırlaşa bilmirdim. Necə? Daha məsələlər oldu, nə bilim, onu fikirləş, bunu fikirləş. Yarışım da sarvat oldu da. Mənim yadımdadır. Yaponla vuruşmalı. Həmin o ərəfədə sənin yarışın var idi. Vüqarla mənim yarışım idi, ikimizin yarışımız idi. Elə oldu ki, elə bu hadisələr oldu. Rizində idi desən də? Rizində idi, hə. Sonra nəsə
əmr gəldi ki, vuruşma bu yarışa. Mən də vuruşmadım. Əslində sən gedib tək vuruşmalıydın. Nəsə plan Tək vuruşmalıydım. Həm də əslində deyim, elə oldu ki, Vüqarın rəqibini sonra verdilər mənə. Bu məsələlər oldu. Özümdə fikirləşdim ki, Vüqar ordadır, məncə vuruşmağım düzgün deyil. Müəllimimiz də oradan dedi ki, vuruşmasın. Çünki onu da başa düşdük ki, podqotovka o deyildi, adamın rəhbərliyi yoxdur üstündə. Komanda yoxdur da yəni. Komanda yoxdur. Uşaqlar həm bu belə bu məsələlər adama psixoloji təsir edir. Daha onu dedi ki, vuruşmasan, elə mən dedim düz deyirsən. Vuruşmadım. Bu əvvəlki liqada məndən biraz düşdü. Belə incili düşdü, nəsə belə Rizin özü. Rizin özü. Sonra heç belə döyüş zad vermirdi. Vermirdi deyəndə heç mən də çıxdım, getdim Rusiyaya. Əslində mən Rizindən necə olmuşdu, patisasiya olmuşdu. Mən Rusiyaya biraz qayıda bilmirdim, biraz problemlər var idi. Elə oldu ki, Ruslan mənimlə danışdım, mənə dedi ki, mən patisasiya elədi Rizinə. Mən də onda zəng edim, ESA-ya dedim ki, mən dedim gələ bilmirəm də, mənim biraz problemlərim var. Mənə icazə verirsiniz, yəni mən Rizinə vuruşum. Onlar da yəni adamı yaxşı başa düşəndilər də. Onlar dedilər ki, əlbəttə sən əsas idmançısan, sənin pulun oradan gəlir. Biz sənə icazə veririk, yəni ki, vuruşasan. Prosta Pobeda seriya ilə qayıdasan, yəni qaydanda liqaya. Elə oldu ki, burada uduzdum. Qaydanda Piterə bunlar bildilər mən gəlmişəm. Mənə dedilər ki, "Всё, qayıtmısan, savsem qayıtdım bura." Dedim, "Hə." Heç mənə dedilər ki, mən orada mayda qayıtmışdım. Dedilər ki, iyulun axırı döyüş, yəni istəyirsən vuruşma. Dedim, "Hə, polmu." Başladım hazırlaşmağa. İyulun axırına az qalmışdı. Demək olardı ki, iyulun ortasıydı. Zəng gəldi ki, yarış təxirə salındı. Yəni bütün döyüşlər yəni heç biri olmayacaq. Vəbşi turniri ləğv elədilər. Mən də vest alırdım. Təzədən yenə dayandırmadım da, Vesagonkanı zadı. Davam elədim, təzədən yenə davam elədim. Vesagonkanı dayandırdım, amma belə podqotovkanı davam elədim. Təzədən yenə dedilər ki, avqustun axırı vurursan. Yenə avqustun axırı hazırlaşıram. Yenə dedilər ki, rəqibin yoxa çıxıb heç kim tapa bilmir. Meneceri tapa bilmir, treneri tapa bilmir bunu. Dedi ki, o da qaldı. O da qaldı. Yəni mən də tapıldı axırda bu, yoxsa axırda elə oldu ki, 3 ay ərzində 3 dəfə vest salmağa başladım. Yox, bu qaqaş tapıldı sonra. Tapıldı sonra mənə döyüşdən sonra yazdı ki, nə bilim gəl vuruşaq zət belə. Mən ki, mənə deyirsən ki, o bir liqa var. Yəni mən səninlə Popovla deyir ki, biz də bir-birimizə çöldə bayırda danışdıq, sənə getdi vuruşduq. Dedim ki, mənə yazsan ki, mən Lüboy verəmə hazıram. Yəni mən heç kimi etiqaz eləmirəm. Sən yoxa çıxan. Mənim ailə problemlərim var idi. Elə oldu ki, mən liqa təzə mənə deyir, hazırlaş. Amma necə oldu? Hazırlaş təzəm, onsa hazırlaşırdım. Diyetə başlamamış, yəni Vesagonka başlamış. Dedilər ki, bu turniri ləğv edirik. Necə? Səni bu turniri ləğv edirik. Çünki bir aydan sonra Peterdə olacaq turnir, noyabrın 4-ü. Elə oldu ki, yəni orada vuruşarsan. Dedim, yaxşı. Amma belə baxırda İTOQ-da mən 3 ay ərzində 3 dənə Vesagonka keçdim də, yəni. Bu axırıncı məsəl üçün Vesagonkanı elədim, normaldir. Vesmit babşı nə geyindim, o sauna kostyum geyindim, nə parmaya getdim. Əziyyət çəkmən. Əziyyətsiz yəni çox rahat ona vesmi saldım. Yarışı utdum, yarışdan 4 gün sonra qrıja, belimdən travma. Heç nə, durduğum yerdə zalda dombala qaşırdım. Belim tutdu, 2 il qaldım qıraqda. 2 il yox, 20 ayda yəni. Qaldım qıraqda qrıjaya görə yəni. Əməliyyat olundum. Əməliyyat olunmadım birinci. Əməliyyat oldum dekabr ayında. Bu dekabrda oldum. Ona qədər də yəni biri deyirdi ki, onurğanda çat var, biri deyir qrıjan var, qrıja elə qrıjadır ki, səndə məsələn bu çölə verən qrıja vardı. Məsələn çıxır çölə, bir var ki, içəri düz 1 milli olsaydı da sənə nerv damarı vardı, onun həkimlər başı çıxır. Düz nerv damarına sıxır, yəni o elə bir şeydir ki, içəri verəndə düz nerv damarına söykənən şeydir də, yəni o da ağrı verən. Gedirdim belə, Ruslan söylədi, Bela zavist, girirdim zala, gördüm uşaqlar məşq edir. Ürəyim partlayırdı ki, ayda, haçan qaydadan məşqə. Amma belə qayda bilmirdim. Sonra mənə dostumuz da var, o mənə dedi ki, bir dənə həkim var, o yaxşı əməliyyat edir. Rusiyada. Əməliyyat deməzdim, yəni o belə əməliyyat fason bir şeydir. Onlar səni inirlər, böyük bir şey var, belə iynə fason salırlar, amper buraxırlar, həmin o nerv funksiyasını itirir də, yəni onu yandırırlar. Elə bir şey elədilər. Yəni onu yandırırlar da? Onu yandırdılar, amma belə ağrı qalmışdı.
Yavaş-yavaş başladım məşq eləməyə, yavaş-yavaş. Fizik eləməyə, o məsələn o idman məşqləri var ki, onun üçün. Çəkim də qalxmışdı, olmuşdu. 88 kiloydum. 66 vuruşan adam. Kökəlmə, 88 kilo. Bütün günü oturacaqlı iş idi. Aha. İndi orada olduğu müddətdə bildiyimə görə biznesdə məşğul oldun. Orada danışırdıq sənlə. İstəyərdim o barədə də bölüşəsən ki, nə işdir və idmançının biznesdə necədir? O yəni özünü necə hiss edirdin? Ringdəki kimi yoxsa necə? Təcrübə oldu? Yəni hansı maraqlı əhvalatlar oldu? Maraqlı. Oradakı Tural Ragimov biznesdə. Yəni o barədə. Motivator 2 o şey var, biznes verir. Biznesdə. Birinci mən o döyüşdən mən pul qazanırıq da, indi pul gəlir. Mən də fikirləşirəm ki, nə biznesinə gedim ki, yəni ən azından insan şey eləməlidir də, pul qazanmalıdır. Yəni orada fikirləşirdim ki, mən 20 ay işsiz olacağam, yəni döyüşməyəcəm. Yox, ondan əlavə vəbşə deyirdim ki, biznes qurum. Biznes qurmalıyam da, ən azından bu hesaba idmanı qurtarmalıyam. Qurtaranda rahatlıqla keçəndə də havada qalmayım ki, nə iş görəcəm mən. Ən azından hazır işim olsun. Dedim şeydir, başlayım ki eləməyə də, yəni nəsə dostum var, mənə ki, gəl maşın alıb satarlar belə. Mən də əlimi ara qoydum, ora qoruyuraq. Maşında necə oldu, nə qurudu? Girdim maşın aldım, maşın 4 ay heç bir satılmır. Nə satılmır maşınlar, axır dostuma dedim ki, mən pul qoymuşam, mənim pulumu ver, mən çıxıram, başqa işə girirəm. Birinci dedim ki, yox, tabak biznesmenliyi deyil, belə, elə. Nəsə dostum var, Mamet, o şeydir, bir də Samir var, o 2 dənə yaxın dostlarım var. Ona deyir ki, şeydir. Həm də ki, ümumiyyətlə mənim ətrafım orada dostlarım, hamısı biznesmenlər idi də. Onlar idmandan kənar idi, amma hərəsi bir cürə mənə dəstək olurdular. Dedilər ki, gəl sənə bu sigaret biznesi. Özdə ki, mənə bu tabak biznesini 2019-cu ildən deyirlər. Dedim, yox, mənlikdir, mən idmançıyam belə. Elə oldu ki, başladım, gedim, uçinikdə yanırdım. Hansı, nə bilim, nəyin adı nədir, nə krepki deyil. Mən də ömür boyu qəlyan çəkməmişəm, sigaret çəkməmişəm. Bu sırf qəlyanla sigaret satışıdır, tabak satışıdır. Sigaret deyil, qəlyan ləvazimatları, vape satdı. Mən də deyirəm ki, ömür boyu idmanla məşğul olan adam, bu gəlib deyəcəklər ki, buna bax. Cəmaatı ömür boyu Zdorov obraz жизни zat şey eləyən adam indi gəlib cəmaatı travit edir burada. Deyirəm məsələn ki, yox, mən bunu necə eləyim? Baxıram ki, pul yavaş gedir. Dedim, yox, nəsə eləmək lazım, nəsə eləmək. Dedim, zal, getdim, hesabladım, elədim, görüm, zala çox çıxır pul. Yəni, həqiqətən də zala. Dedim, yox, birinci bir balaca. Həm də geri dönüşü də azdır. Yəni, bu çox qazanamırsan. Həm də ki, mən də ürəyim yumuşaq, belə. Bu zəngə, mən əvvəl zal açmışdım da 20-ci ildə orada. Bir zəngə, bu bacı oğludur, bu nəmin dostundur, bu bizim yerlidir, bu belədir, bu belədir. Baxırsan zalda 30 nəfər məşq edir. 10 nəfərin 20-si pulsuz gəlir. 20-si yox, 30 nəfər məşq edir, 5 nəfər ona aylıq verir, o da pisəncə verir. Yəni, yoxdursan verməyəcək, yəni belə. Dedim, yaxşı, açıram bir dənə, girdim. Məsələn, getdim, uçinik zat dayandım, elədim, bir 20 gün uçinik zat dayandım. Sonra axtardım, elədim, nə qədər axtardım. Şəhərdən elə ki, mənim oblast var, məsələn, Leningradsk oblast, bir var Peter, bir də var Leningradsk oblast. Oblastda bir dənə yer tapdı dostum. Mənə dedi ki, mənə deyirlər oranı, get sən götür. Getdim, şey elədim, can təşəmmülük edirəm. Bir dostuma deyirəm ki, səndə şkaf şey var, mebel var oranı, deyir, onu mənə ver. Deyir ki, uşaqlar deyirlər ki, Tural mağazaya girən ki, belə baxır. Nə saxtarır? Nə saxtarır? Nəsə, biri mebel verdi, biri holding verdi. Bu, yəni çox pulum çıxmadı da. Hərə bir sağ olsunlar. Sağ olsunlar. Dəstək oldular. Çox belə podyaşqa elədilər. Dəstək, yəni böyük bir dəstək verdilər. Dostum o deyir ki, bunu belə elə, burada şeylər gələn. O birisi dostum zəng edir, firmalar var. Onlarla danışırsan, onlar səni şey belə vön deyirlər, IP-də, yəni vönüvü araşdırırlar ki, bəlkə sən yəni level edirsən də. Onlar sənə dabro verənə qədər, yəni gözləyirsən. Mən də gözləyirəm. Hava yerdən arenda verirəm. Ki, gözləyirəm ki, bunlar adabreniya alım ki, sonra gəlib onlardan mal ala bilim də. Görüm gözlər, dostum ki, bir sənə nə var? Gəl bura, yəni, taxtadan şkaf qoy, malları yoxara. Da elə, bir-iki dənə belə şkaf var idi, onları özləri verirlər. Çünki orada bir səncə sistem necədir? Hər firmanın öz şkafı var, ona gətirib qoyurlar, sən ondan, ki, onların şeylərində tavarlarını məhsullarını satmalısın. Belə bir şey elədim, yavaş-yavaş elədim. Birinci oturmuşam, elə oldu ki, bir dənə qadını götürdük ora, işçi götürdük.
Gecə qadın işləyir. Mərkəzdə idi yer. Mərkəzdə deyil, amma həmin oblastda, Yəni Sverdlova olan bir məsələdə şey var, posyolk var. Ordadır. Orada da bir şey necədir? Kontingent bir şey necədir? Yəni biraz aşağı kontingentdir orada. Alkaşlar çoxdur. Nə bilim, interesli adamlardır ora. Yəni Peterdə mədəni insanlar var. Amma bu zona elə bir şey burada. Bu zona elə bir şeydir, dikarlar dansı. Mən də düşmüşəm bunların içinə. Belə şeyəm, hamı da bilir də mən xasiyyətim ki, Tural özündən çıxan zaman mən hamı deyir ki, nə bağda burada dalaşacam. Hamısı deyir dalaşmır mən ya. Ancaq belə baxın sənin satışı üçün, yəni uyğun yerdir. Bu ən uyğun yerdir. Hə. İçirlərsə deməli çəkəcəklər, çəkirlərsə. Hə, yəni orada həm də ki, ümumiyyətlə İlk dəfə də motivatoru da sırf şeydən danışırıq. Siqaret, içki. Motivator sport ya bilirsən. İdmanda üzdəki bundan qabaq bir dənə Hacı Əliyevlə bizim verilişimiz oldu. Universitetdə olmuşdu, Texniki Universitetində və orada mən bir sual verəndə nə işləyirsən? Qəlyançı. Öz pulunu öz maşınına almısan. Halaldır. Gəlin qaqaşı almışlar, halal olsun. O mövzu həqiqətən çox TikTokda, başqa sosial şəbəkələrdə hər yerdə partlatdı da. Əksəriyyət də kommentdə yazır o divanlı kommentar yazanlar da. Yəni buna bax, oturub oğlandan soruşur ki, qəlyanı təbliğ eləyir. Amma o dedi ki, qəlyandan mən təbliğ eləmirəm ki. İkincisi də indi bugünkü gün adamın biznesi budur. Və bu günləri işi bundan ibarətdir. Yəni insana Allah Taala şuur verir, məsəl deyirəm. Nə almaq olar, nə almaq olmaz məsələn. Bu günləri də o əksəriyyət yazanlar var, bu qəlyandan, siqaretdən. Əksəriyyəti də özü qəlyan çəkən, siqaret çəkənlərdirlər. Məsələn də o bu günlər, yəni bu mövzu deyil, sağlamlıq. Bu mövzu Tural Ragimovdur ki, hansı ki insan öz əziyyəti ilə bu günə kimi hər yerdə öz əziyyəti ilə nəyisə nail olan oğlandır və bu günləri də kimsə nəsə fikrinə gətirsə heç nə demirəm. Gəlin bir Peterə sizi mən bir 10 günlük göndərim, bir 10 gün, 15 gün orada qalın və görün orada hansı işlərlə məşğul olacaqsınız. Və bu günləri bu sferaların içində sənin məşğul olduğun iş, oradakı işlər var ha. Hansı ki səni dəvət edirlər, hansı ki daha gəlirlidir. Onlara bir təklif eləsən, axıda bəlkə onlar razılaşarlar. Və ona görə sən ən çətinini, ən əziyyətini istəməsən də, ancaq ki bəzi şeylər var ki, yox, insan insan elə çətinmədir ki. Qardaşım, sən qaldığın liftdə, şeydə qaldığın bir aya yaxın orada qaldığında Çardağda danışmısan. Deməli Rusiyaya köçdüm, dostum var idi, uşaqlı dostum. O dedi ki, dəstək olacaq, gəl qal bizim yanımızda. Elə oldu ki, bunlar biraz kriminaldaydılar da bunlar, yəni avara həyatı yaşayırdılar. Mən də bilirdim ki, bunların bir dənə yerləri var, yəni orada lev işlər edirlər də, yəni orada məsələn pullarını sayırdılar məsəl üçün. Elə oldu ki, bunları tutdular. Mən də səhər axşam məşq edirəm rejimdə. Üstündən bir 5 gün keçdi. Evin yazı gəlib ki, evin pulunu ver. Məndə də pul yoxdur. Nə maaş verir, nə bir şey. Yəni nə edəcəm, qaldım. Yəni çox pis vəziyyətdə qaldım. Qardaş mənə 2 gün vaxt verdilər. Davay veşlərimi yığdım veşlərimi, onun da veşlərini elə. Həmin onlar o hardakı yığılmırdılar. Yəni krişa idi belə binanın, o liftin motoru olan yer. Qardaş geldim orada yığdım yerə kardon, bir də fen kimi belə peçlər var idi. Ondan 2 dənə almışdıq. Qardaş gəldim məşqə, səhərlər. Məşqdən girirdim. Məşqdən sonra paltarımı soyunmurdum. Paltarla simirdim, yuyurdum, sıxırdım. Aparardım özümdən. Yəni çıxırdım ora, yəni paltarı da asırdım. Hələ indi mən dənildi əhvalat danışırsam, hələ ona bənzər bir şey danışırsam, hələ yəni başıma gələn bir şey deyirəm. Yəni həqiqətən də. Deməli nə oldu? Bu qadına qoydu, qadın işləyir. Bu da şeydir, əri içirdi. Bu da bu müharibə vaxtı cəmaatı orada agitasiya gedir, cəmaatı pişirib göndərirlər müharibəyə. Bu da arvad ərindən narazı idi. Belə satıcılığı yaxşı idi, belə şustur şeydi, çox belə ayıq idi qadın. Nəsə mən gəldim, birinci bir iş günümdə gəlmişəm belə oturmuşam, özə oturacaq şey yoxdur. O şkafı belə çevirmişəm, şkafın üstünə oturmuşam. Hələ stol tapmamışam, o belə fırradan. Nəsə iş elə başlayır qardaş. İş elə oturmuşam, bir gün gəlirlər. Deyir nə bilim, şey ver, nə bilim filtr ver, nə bilim. Məndə bir error verir beynim. Filtr nədir? Mən deyir ki, nə bilim şeyə VP nə bilim şey ver, nə bilim cartridge ver. Mən deyirəm o nədir? Bilmirsən. Deyirəm gözləyirəm, Google-a yazıram. Deyirəm ondan deyirəm. Mən də belə baxa-baxa deyirəm tapıram. Deyirəm ki, göstərici falan şey ver. Deyirəm ki, olar siz göstərici, mən çəkmirəm də. Yəni mən çəkən deyirəm başım çıxmır.
Bir deyir ki, mən çəkmirsən, bə niyə şey edirsən də? Niyə satırsan? Deyirəm ki, pul qazanması satsan, ya sənin nə fərqi var ki? İndi o demək deyil ki, nəsə mən deyir ki, eləməliyəm. Mən satıram, istəmirsən alma gələn. Mən bunu satıram, kömək almazsan al. Nəsə elə eləcəm mən də ki, idmansız ümumiyyətlə belə o qədər kruqapşenə necə, hər dəfə patop dəyişir deyən, zborda zətdə ancaq təlim məşqləşməsində onunla münasibət qursan, idmansızlar ümumiyyətlə belə saf olurlar, həm də ki, apşitin olurlar da, yəni cəmaatla dil tapa bilir. Elə olur ki, bunlarla dil tapırım, adəm idmansıyam, belə-belə, da demirəm də, mən belə titulum idmansıyam. Məsələn, belə, gəldi ki, məsəl üçün, mənə şey ver, Kalyanson şey ver, nə deyirlər o? Burası biz bilmirik, biz satmırıq. Nə də kalyana şey vurmurlar, o belə palçıq kimi nə idi o? Görürsünüz qardaş, nə qədər tütünlü. İndirə ki, mənə bilmirik. Короче, kalyan deyir, bu hansı güclüdür, hansı krepkidir, amma kimdən soruşsan, deyirəm ki, mən bilmirəm də, yəni, deyir, bəs, yəni, elə yavaşır, özdən soruşurum ki, bu niyə bə şey deyir, yəni ki, mən ikisini niyə qarışdırsan, belə şeylə soruşurdum, öyrənirdim. Mənə dostlarım deyirlər ki, öyrənəcəksən. Elə vaxt sonramdan gəldi, çatdı ki, mən mağazinə girəndə belə bilirdim ki, hansı mal nəyə satmır. Və harda nədir, necə? Harda nədir, nəyə satmır. Nə qədər işlədin? I smile. 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 Thanks to Lovely Dent Clinic. Nə qədər işlədin ki, nə qədər proses getdi sən həmin o yerə çatana qədər? O çatana qədər 3 ay keçdi. 4 aydan sonra adaptasiya edirlər ona. Bir şey ki, elə oldu ki, həm onu demək istəyirdim, o qadın deyirdim, yəni bir müddət işləyirəm, elə oldu ki, nə edirdim? Məndə 4 dənə işçi qoymuşdum. Ev ki 3 dənə idi, biri də mən idim. Necə? Yox, 4 dənə yox. Birinci hər gün səhər axşam gecə səhərə qədər bir dənə qız işləyirdi. Səhərdən axşama qədər mən işləyirdim. Yəni biz belə qurmuşduq sistemi. Bəs gecə demirdin, gecə problem olar da. Gecə problemi olmurdu. Elə özüm gəlirdim ki, prosta gedirdim, mən elə qurmuşdum ki, səhər 6-dan axşam 6-ya kimi işləyirdim. Sonra gedirdim oradan məşqə. Yəni nə olsun belim ağrır. Gedirdim biraz quruşa vururdım, fizik edirdim ki, yəni formadan qalmayım da. Hər gündə elə edirdim. Səhər 5-də dururdum, gedirdim 6-da çatırdım işə. Gəldim, işlədim, çıxdım oradan getdim. 8-dən 10-a kimi məşq, oradan çıxım gəlim və yedim yeməyimi, yatdım. Belə idi rejim. Yəni sözüm nədir? Elə oldu ki, orada da ruslar da ki, işləyən adam deyirlər də. Bunlar yəni istirahətlərinə fikir verir. Dedi ki, bu qız mənə dedi ki, qadın, mən işləyə bilmirəm. Rus idi qız. Mən də bilmirəm. Akası bu ərinə göndərib əsgərliyə, pul veriblər buna. Bunun cibdən pul gəlib, işləmək istəmir. Neyniyim? Yəni özünə artıq əziyyətə vermək istəmir. Artıq əziyyətə vermək istəmir. Bir gün ki, mən işdən çıxıram, mən gəlirəm, qayıdıram Belarusa, bu da Belarusiyadan idi özü. Qayıdıram, mən də işçi tapa bilmirəm. Qalmışam işçisiz. Allaha and olsun, saatımı qoşmuşdum. Saatıma baxdım ki, o rejimi şeyini baxdım da, 7 gün ərzində 23 saat yatmışdım. Bir sənə yerdim, yəni mağazindən çıxmırdım. 7 sutkanı özüm işləyirdim. 7 günə 23 saat yatmışsın. Yatmışdım, necə? 3 saat belə, 2 saat belə boşluq vaxtı. Gecə, məsələn, elə vaxt var ki, 2-dən saat 5-ə qədər belə, 5-in yarısına. Yəni, mağazanı bağlamamısan da. Mən də 24 saat işləyirdim mağazada. No, yenəcə, müdür sənsən də, bağlayıb gedə bilər. Bağlayıb gedə bilərəm, amma bağlasan da ki, gəlib oğurlayırlar, sındırırlar, şüşəni girib malı aparırlar. Ciddi deyirsən. Конечно, orada elə bir şey var da, yəni. Ona görə 24 saat, ümumiyyətlə elə bir mağazinlər, məsələn, elə vape mağazinləri tez-tez yarırlar həmişə. Çünki tələbat var, uğurla əridirlər, satırlar. Satır, gedir ucuz bazardan, məsələn, o firmadan aldığın qiymətin də yarısına verirsən, Nə var ki, getdi, narkoman da girdi, 3-4 dəqiqə mağazini silib süpürür, yarısını aparırlar. Nəsə, ona görə mağazinə bir dənə belə kolokoçik koymuşdum, yatırdım, bilirəm ki, gəlirdi, açanda səs yeri dururdum. Sıraz yanımda şey var idi, belə yaş əski qoyurdum ki, üzümə zaman verirdim ki, ayılım da belə. Çünki adam key kimi olur, ya pulunu almırsan, yadından çıxır da, yuxu olanda. Elə. Olub elə kimsə pulunu almamısan? O qədər olub ki, daha şey eləyib, çıxıb gedib. Eləsi olub ki, biri gəlib, məsəl üçün, həmin o yuxulu vaxtında gəlib mənə deyir ki, məsələn, veyibdən ver, qarpızlı ver. Demişəm, deyib, imin onunla, deyib, mənə yaxşı. Verirəm buna, mənə də öyrədirlər ki, ola belə, bax ki, gözün qalında açsın.
Qoymuşam onu qabaq. Mənə deyir bir dənəsini ver. 16-dakını dedim, hə, götürünür belə. Bu işləmir ki. Dedim, hə, gözlə belə. Mən də yuxuluyam. Bir dənə girdim, dedim, gözlə belə. Kameraya baxdım, gördüm belə yer, bu da kurtka geyinib cibidə belə. Götür atır cibinə, başqasının əlindən işlənmişini götür. Hə, düşdüm onun canına. Nə yemirsən, turşulaş. Hə, nəsə belə. Amma yenə deyirəm, o mənə böyük bir təcrübə verdi. Yəni çox böyük bir təcrübə verdi. Onun dolayı bu qarla bizim yenə danışıram, bu Kərəmovla. Deyir, sən yerinə inirsən, mən də deyirəm ki, BMW ilə doldurmuşam maşının maşının amma arxa sidenkası, bagajını doldurmuşam malından, deyirəm ki, bu qar maldan gələn. Belə heç deyib, qulağım öyrəşməyib, sən belə işləyir ki, maldan gələn. Heç yuxuma girməzdi ki, Tural bu işlə məşğul ola bilər. Yəni deyirdim, gedirəm mal almağa, falan şeyə gedirəm, o da gülürdü ki, sən kim idmançı. Yəni ölmədiyi bu günü gördük də, yəni kanka. Bilsən necədir qardaş? Deyir, o insan bilmir ki, sabah nə ilə məşğul olacaq. Yəni çörək pulu qazanırsan, pis işlə məşğul olmursan. Yəni söhbət nədən gedir ki, hər adam öz işinə məşğul olsun da, başa. Yəni bu düz deyil, idmandasan. Yəni poddeşka lazımdır. İstər-istəməz o kömək lazımdır, başa. Yəni onu da özün özünə yaratmalısan da. İndi dükan durur yenə. Durur. İndi özün yoxsan orada 2 aydır iş gedir. Özüm yoxam, dostum var. Yəni dostumu qoymuşam ora. O məşğuldur ilə. O məşğul həqiqətən belə daverin adamdır. Yəni o söz elə bir ki, ümumiyyətlə o həmin o dostum ümumiyyətlə mağazinlərə baxır. Mağazinlərə baxır, hansı mal satmış, tak atçadır, ayda maaşını alır. Yox qardaş, bu ancaq bu tütüm işinə baxır, yoxsa fərqli mağazalardır. Yox, ancaq bu tütün işlə baxır. Yəni bildin necə, o sırf tabak şeylər. Tək sənin dükanın deyil də, başqalarının dükanına da baxır. Adam var ki, orada bizim Azərbaycan dostumuz var ki, 50 dənə mağazin var. Uşaq var ki, 15 dənə mağazinə baxır. Yəni bu bunun işidir də, yəni. Yəni mağazin onun deyil, sənindir, prosta o baxır. Bir neçə də başqa mağazinlər var, dostlarımızın. O prosta nəzarət eləyir də. O da bizim dostumuzdur. Yəni bir 10 nəfər dostluq edirik. Bu da mağazin əvvəl işlədib eləyib, yəni sonra alınmayıb nəsə iş bağlayıb, proza mağazinləri nəzarət eləyir. Hə, yəni maaş alır da. Məsələn də səndən 500 manat, ondan 1000 manat, məsələn, bir dənə dükan deyil, bir neçədən dükandır. Bu prosta işi odur ki, malla təmin eləyir, bir daha çox azalan kimi saxlama, balansı saxlamalı. Balansı. İndi nə edəcək? İndi necə? Neçə ildir də? 2 ilə yaxın var işləyir, yoxsa necə? Nə qədər? Məndə keçən ilin avqustun 20-si açmışam. Sən onda Bakıdakı UFC-dən sonra getdin açdın. Hə, UFC-dən sonra. Hələ UFC-də ona bağı pulunu can verirdim. Gedirdim açmağa. Hə, mən məsəl üçün bizə necə oldu da? Mən aprel ayında tapmışdım oranı. Oranın işığı zadını çeyirdilər. Təzə deyirlər ki, buranı sənə verir də. Biz məsəl üçün pulun zadını verirdik ki, olsun da bura bizlikdir. Yəni kiməsə verilməsin. Çünki yaxşı yer tapmaq çətindir. Yoxsa sən gəlsən hər şey pul deyə, yəni belə deyim də, gəldin divan altını götürün qoyun uğula deyil də, yəni. O razmerə uyğun mebeli düzəldirlər. Sən o mebeli götürüb başqa mağazinə qoya bilmirsən. Düzdür. Və yaxud mebeli götürürsən başqasına pridelka olmalıdır da, təzədən düzəlməlidir. Ona görə yəni oranı biz dedik ki, həfçə bu bizimdir. Biz mebelləri ona uyğun seçdik. Razmeri ölçdük. Məsələn, mən onda şey dedim, prosta Tofiq yarışı hazırlaşırdı. Tək idi Tofiq. Tofiq tək idi deyənə mən məcbur oldum. Yəni 20 gün qalmışdı yarışa. Gəldi, onsuz da demək olar ki, hazırlaşmağın 90%-ni, 90-95%-ni yerini yetirmişlər özləri. Biz sadəcə gəldik, harası gedişatda səhvlər varsa, haradasa nə bilmirəm, orada burada məsələn əlvi belə qoyma, belə qoy, ayağı burada bu cür qoy və belə şeylər də bu son 20 gündən söhbət gedir. Hə, o texniki problemləri o biz götürürdük, aradan götürürdük. Çəkin salmağı həmişə Tofiq ilə biz yəni bir yerdə olmuşduq çəki salanda. Çəki zad salanda eləyəndə biz nəzarət edirdik. Bax Heydər idi. İbrahim idi. Onlar yəni demək olar ki, bir də bizim Rəşad var, dostumuz Raş. Burada onu salamlayıram. Həqiqətən də demək bizim həmişə deyirəm ki, sən bizim komandanın şeysən, siri. Yəni o başı çox başqa cür işləyir də, yəni o hər cür şeydə kömək eləyir. O məşq sistemində məsəl üçün MMA grappling sistemini o qurur Tofiqə ki, bu burdan belə elə. Ən azından biz də döyüşürük, biz də grapplingdən var. Ödəyicə Tural, məsələn, sən nə əlavə eləmək istəyirsən? Burada dedik ki, məsəl üçün, Tofiq ayağı burada belə qoyma, belə qoy və yaxud bu cür addımlar at ki, döyüşdə, çünki rəqibin, məsəl üçün, solaxaydı və yaxud rəqibin güləşəndir. Bu hər xırda şeylərə, detallara fikir verir. Yəni, mən deyərdim ki,
Onu Allah bilir də, yəni ki, udardı, amma Tofiq Azərbaycanda vuruşmasaydı, ən azından yəni məncə döyüş verəcəkdi ona, döyüş göstərəcəkdi. Yəni bəlkə də udardı. Çünki mən gördüm, yadıma gəlir Tofiq orada necə formadaydı. Sadəcə o mənim özüm də başıma gəlib də bu Rizin olanda çox istəyirdim udmaq. Yəni həddən artıq çox istəyirdim ki, görsən getmir. öz publikamın qabağında. Formadasan, bilsən ki, formadasan ki, prosta abu-hava adamı sıxır. Abu-hava sıxır. Onu bilsən kənardan görən o başa düşmür. O atmosfer var, düşürsən, o həmin o şey, o pozisiyaya düşürsən. Həm də ki, orada istər-istəməz o davleniya var, nə bilim, o insanların fikirləri, bu şey, Instagramda kommentlər, nə bilim, hamısı istər-istəməz o insanı sıxır da, başa düşdün necə? Həm də Tofiqdə o şey var ki, o axırıncı günə qədər telefonda oturur. Axırıncı günə qədər telefona baxır, ona zəng gəlir. Biri yarışa bir gün qal, biri şey Tofiq bilet hardan alaq? O əslində 3 gün, 4 gün qalmış telefon atmaq lazım kənara. Ümumiyyətlə onu yəni belə bir şey deyim də, onu Tofiq eləməli deyil, götürüb ki, Tofiqə zəng gəlib deyəndə günahdır. Bilet hardan? Yarışa bir gün qalıb insanda. Yarışı şey deyil. Özdə həyatının ən vacib olan döyüşüdür. Sən zəng gəlsən, bilet hardan alaq? Bilet düz qoş eləyə bilərsən. Yəni sən bir gün gedib çayxanada oturursan, o pulu xərcləyirsən ora. Gəlib nədir indi bilet almağa sənin bu gücün bütün yoxdur. Azərbaycanın demək olar ki, problemidir. İstər idmançılardan istəyirlər, ya da biz təşkil edirik, döyüş təşkil edirik. Amma məsələn adam Range Rover sürür, Galinwagen sürür, zəng vurur ki, bilet şey eləmək olar. Məsələn, yeni UFC gəlir. Mənə neçə nəfər yığır ki, qardaş bilet var, deyirəm var da, i-ticket satır da. Məsələn, gedin alın bizim döyüşçülərimizə, gedin dəstək olun. Yox, sən hamı ilə dostluq eləyirsən, bəlkə sənin biletin olar nəsə. Sən deyirəm, yox qardaş, mən indiyənə kimi elə bilet elədir ki, bizim təşkil etdiyimiz turnir deyil də. Ona buna. Ancaq ki, lap biz eləsək də, siz bu bileti bizdən yox, kassadan almalısınız ki, elə də sponsorluq eləmirsiniz. Ən azından bilet alın, o təşkilata da dəstək olun da, idmançılara dəstək olun. Çünki görəcək təşkilat görür ki, siz bileti alırsınızsa, deməlidir ki, burada bilet tələbat var da. Tələbat var, ona görə hamı gəlmək istəyir, hamı baxmaq istəyir. Yəni hamının döyüşlərə marağı var. Sadəcə olaraq elə bil ki, bu tək söhbət döyüşdən getmir. Hər yerdən söhbət gedir ki, bizimkilər ancaq müftə, pulsuz olsun, nə bilim, yəni kim pulu olan da pulsuz istəyir, pul olmayan ayda məsələn pulu yoxdur, yəni insan istəyir gəlsin, iştirak eləsin də, başa düşdün necə? Ona görə bu böyük bir bizim minusumuzdur və bizim idmançılar da sadəcə olaraq məsələn döyüşdən qabaq məncə 3 gün, 4 günlük telefonları kənara atmaq lazımdır. Qoymaq lazımdır telefona. Kim nə yazır, kim nə edir, ona fikir vermək də lazım deyil. Nəsə bugün bilirsən idman elədir ki, həyat da elədir də. Bəlkə qalxırsan, düşürsən, qalxırsan, düşürsən, bu normal bir şeydir də, başa düşürsən necə? Və buna fikir vermək lazım deyil, davam etmək lazımdır. Zaten davam eləyənlər də kimlər ki bunu başa düşürlər, nəticəni də əldə eləyirlər. Bugün qələbə qazananda hamı o komment yazanlar var idi səndən bağlı. İndi elə özdən aparırlar ki, o yazan o deyil. Yəni mən məsəl üçün ümumiyyətlə heç olmayıb ki, girim öz kommentlərimi oxuyum ki, mənim üçün komment nə yazırlar. Ki özümə sığal çəkim ki, məni tərifləyəcəklər. Ki onlar məni tərifləyəndə mən yaxşı olacağam və yaxud məni pisləyəndə mən pis olacağam. Yəni məni sevən insan, məni çox istəyən insan istəyirsən məni yəni təpiyin alsal, döyüşünlər, yəni uduzum elə biabırçı vəziyyətdə uduzum. Yəni məni sevən insan, yəni hansısa halda polibom mənə opravdaniya tapacaq mənə üçün ki, bu gün sənin günün dedi belə və yaxud sevməyən insan istəyirsən nə bilim, gətim Həbibi udum deyəcək ki, Həbib formada deyildi. Bir bəhanə tapacaq. Yəni bəhanə tapacaqlar. Yəni bu bilsiz necədir? Bu idman yox, bu həyatda hər kəs səni bəyənə bilməz. Yəni hər kəs hamı səni bəyənirsə, deməli səndə nə var? Münafiqlik var. Deməli sən hardasa nəyisə özün kimi olmursan. Çünki yəni bir insanı sevən də olur, sevməyən də olur. O normal bir şeydir. Həmçinin məsəl üçün görürdüm ki, kommentar yazı biri ki, məsələn Tofiq haqqında deyim. Anam indi çox rahatdır. Çünki su filtri bizə və mənə ərbsiz və təmiz su verir. Evdə mətbəxdə elektron əşyalar, soyuducu, qaz plitəsi və digər elektronika lazım olduğu kimi su filtrlərdə mütləq lazımdır. Lazım yox, vacibdir. Ona görə ki, insan sağlamlığının qədrini bilirsə, mütləq filtr suyundan istifadə eləsin. Həm də rahatçılığımız üçün lazımdır bizə. Anam indi çox rahatdır. Çünki su filtri bizə və mənə ərbsiz və təmiz su verir.
Inline su filtrlərindən və servisindən çox razıyam. Həm evimə, həm bağıma, həm də idman zalımıza quraşdırmışıq. Vaxtı-vaxtında dəqiqliklə gəlib baxırlar, xidmət göstərirlər və servisləri həmişə kimi mükəmməldir. Təşəkkür edirəm Inline. Siz də su filtrləri əldə etmək istəyirsinizsə, həm nəqd, həm bir kartla əldə edə bilərsiniz. Tofiq, bu sənin üçün yox, bu UFC deyək, KFC deyil, KFC. Yəni bunlara prosta çoxları düzdür, hə, bildikcə danışmağı bacarır. Yəni Azərbaycanda çox idmançılarımız var. Məsələn bizim Vüqar UFC-yə layiqlidir. Dayanmazdır, biraz imkan cəhətdən, məsələn Mehmandır, Xəzərdir. Bunlar üstündə işləsələr niyə də UFC getməz ki? Yəni UFC özündə elə idmançılar var ki, heç bunların uruvində deyillər. Yəni sadəcə müəyyən bir yerdən lazım olan momentdə oldular və orada oldular. Lazım momentdə bölgə sənin danışma bacarığın olmalıdır. Sən ingilis dilini bilirsənsə, sən məsəl üçün onlar səni nəzərə alırlar ki, sənin ingilis dilin yaxşıdır. Danışıb cəmaata öz həyatı və özünü təqdim edə bilirsən. Döyüş üslubun məsələn bizim uşaqların hamısı udarnikdir. Hamısı qanlı döyüşdə göstərən uşaqlar idi. Şou göstərəndir. Şou gəlir. O zaman gənclərimiz də gəlir. Yaxşı gənclərimiz var. Sadəcə bir-iki dənə faktorlar var ki, onları biz gənclərimiz maşallah yaxşıdır. Yaxşı gəlirlər. Yaxşı da gəlir. Məsəl üçün Asaf Çopurov, o çox bəlk uşaqdır. Самого Асафа огромный опыт в любителях. О, хорошо попал сейчас справа. Повторной атакой. Еще одно попадание с колена. Я думаю, это уже финальное. Gəlmişdi bizim zala məşq edirdi. Mən onu görməmişdim də, yəni məşqini zadını. Bizdə efirdə olub burada. Asaf qardaşımız da bizim hal-hazırda Varesdə döyüşür. İnşallah döyüşü yaxınlarda olasıdır. Sən burada qalsan, Bakıda qalsan yoxsa? Yox, mən özüm Rusiyadanam, Volqogradda. Aha. İndi inşallah buraya UFC-yə gəlmişdim izləməyə. Çopurov hardasa onu Pötr yanı oxşadıram hardasa. Yəni ki, nə bilim, amma onu bilirəm ki, gənclərimiz çoxdur. Məsələn, Tofiq zal açıb da. Xeyirli olsun, gördüm mən. Orada zalda da gənc uşaqlar var ki, adam çox da tərifləmək istəmir ki, məsələn, tərifləyəcəksən deyəcəklər ki, mən ulduzamdadır. Amma görürəm ki, yəni həqiqətən də yəni gənclər var ki, gəlir, prosta çoxu gəlir, axırı təkəri boşalır. Nə valideyn deyir ki, get işdəginə, nə bilim 5 dəfə dünya çempionu olmusan, gəlir Dominton'un da yarışıdır. Onu qınamayıb, nə bilsin ki, hara gedir dünya çempionu. Valideyn də nə bilsin ki, bu dünya çempionu gedir. Gedir məsəl üçün İran, Türkiyə, Azərbaycan dünya çempionu oldu. Bir dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə oldu ki, bu 5 qat dünya çempionu. Valideyn deyir ki, sən 5 dəfə dünya çempionu olsan, sənə baxan yoxdur. Get özü iştab işdə. Problem ondan başlayır da. Ya da İrana gəlib Avropa çempionu olur. İrana gəlib Avropa çempionu olur. Məsəl üçün də, yəni nəyə gedirəm? Valideyn bilmir axı. Bu nə səviyyədə təşkilatdır? Valideyni qınamaq olmaz ya. O müəllimdir ona. Müəllim pul qazanmaq üçün. Aparıb valideyn də baxır ki, o uşağın həmin o müəllim var, o uşağın idmandan getməsində ən birinci yəni səbəbkar odur. Valideyn görür ki, mənim oğlum 5 dəfə dünya çempionudur. Nə maaş verirlər, nə yığmaya düşür. Hər dəfə yarışa gedə pul istəyirlər. Deyirlər mən yenə mənim oğlum 5 qat dünya çempionu, mən yenə pul verməliyəm yarışa getməyə. Başa düşmür ki, Nazirliyin kalendarında olan yarışlar var. Oraya gedəndə ofitsialni heç bir pul vermək lazım deyil. Və sən 5 dəfə dünya çempionu olanda sənin ucu avtomatik sən nazirlik səni əzbər bilir ki, sən kimsən. Bilir də sən kimsən, nəticəsən. Çünki kalendara görür ki, sən yesən rezultat versən, nəticə. Amma getdin Leva deyib ki, cəmaət düz gedir, sən belə gedirsən. Bir dənə fırlandın, getdin bura Toçkaya çatsan ki, öz aləmində. Yarışa gəlsən, bir dənə yarışa 5K dünya çempionu qayıdırsan oradan. Valideyn də baxır, deyir ki, nə deyir, niyə pul verməliyəm ki? Lütfü get işləginən. Amma o uşağın gələcəyi var idi. Bəlkə qalsaydı, Tofiqdən də yaxşı, Vüqardan da məndən də yaxşı idmançı ola bilərdi. Nəticə verəcəkdi. Atası deyir ki, get işləginən. Mən o qədər adamlar tanıyırdım ki, yəni və yaxud da ki, o TikTok hamısını korlayıb. TikTokda bir-birlərinə, nə bilim, nalayiq sözlər deyirlər, sonra, nə bilim, nəsə hərəkətlər edirlər ki, elə türməyə nə idman qaldı, nə bir şey. Yəni, bu bir neçə aspekt var ki, dostu, yaxşı idmançı ola bilər, ancaq ki, axıra kim gəlib, bilsə necədir, bu günləri bizim öndə olan idmançılarımızın hamısının bir dənə şey birləşdirir, o da nədir? O porsdur, yəni bunların inatkarlığı və axıra kimi getməkləri. Bunun arxasında saatlarla, günlərlə, illərlə olan əziyyət var. Yəni bunu biz hamısını görmüşük. Mən şəxsən özüm hamısını kimlər ki bu günləri UFC-dədir, Nazimdir, Tahirdir, Tofiqdir.
Bir Fərman tanımıram, nə tanımıram. Yəni qardaş fəxrimizdir. Yəni belə münasibətim olmayıb. Yəni mənim də yoxdur münasibət. Tam şəxsən. Ancaq malacət yəni gəldi, halal olsun ki, gəldi. Yəni UFC-dədir. Yəni bu UFC-dəsənsə çox adam nəsə danışa bilər. Yəni UFC-dəsən, yəni müqaviləni bağlamısansa, если kontraktın altında sənin qolun varsa, məsələ bağlıdır da. Yəni ümumiyyətlə kim, yəni UFC söhbəti gedir. Belə kim bizim Azərbaycanımızın bayrağını qaldırır, ölkəmizi yaxşı mənada təmsil edirsə bizim fəxrimiz, biz yəni fəxr eləməliyik. Mən məsələn vallah deyirəm, məndə o şey yoxdur ki, ayda mən düşməliydim UFC-yə, filan kəs getdi. Allah hamd olsun yox. Mən qürbətdə yaşayan Azərbaycanlılar, yəni mən onu həmişə demişəm. Hamısı daha yaxın olur. Daha yaxın olur öz millətinə, çim burada yaşayan Azərbaycanlılar. Yəni burada problem odur ki, amma bir-birini qırır. Hə, nəyə görə? Çünki bir də paxıllıq bu ölkədə yəni ki, öndə gedən bir şeydir. Məsəl üçün, mən görürəm ki, mənə deyirlər ki, sizdən də məsələn, filan kəsi repatipsasiya ediblər, filan kəsi mən də adam biraz deyir ki, yaxşı vuruşur. Məsəl üçün deyəndə ki, Tofiq yaxşı, mən onu fəxrlə deyirəm ki, şeydir, mənim dostumdur. Deyirəm, mənim dostumdur, qəşəng vuruşur. Məsələn, bir dənə uşaq var, Bibulat Magomedov da deyəsən adı. O da məğlubiyyətsiz gedirdi. Bir dəfə Vüqar mənə dedi ki, bir dənə Moskvaya yarış gedirəm, təlim məşq tanışdım. Bir həftə qalacağam orada, dedi zalsız qalmayım, gedim məşq edeyim. Bir həftə 10 gün qalacağam Moskvada, zalsız olmayım da. Vüqar deyir. Dedim, yaxşı bir dənə zal var, gəl danışım, get orada məşq elə. Dedim, yaxşı. Nəsə ki, orada o da Vüqar da rupka edir, möhkəm, balaca böyük baxın, vurur. Dalaşıblar orada, nəyi var? Küzlə ayırıblar bunları. Nəsə bir müddət keçdi, gəldi. Danışıb sonra dostlaşıblar nəsə. Hə, dostlaşıblar. Sonra Peterdə oturmuşuq belə, Burat, o sənin qardaşın var idi, o da sənin kimi rupka edir. İkiniz də eyni stildə işləyirsiniz. Deyirəm, mənim qardaşım yoxdur, belə. O qıvrımbaş sənin qardaşın deyir. Deyirəm, kim belə göstərir bu qardaşım? Hələ mənim qardaşımdır, deyirəm, mənim dostumdur, hələ qardaş kimi idi, deyirəm. Yəni biz bir ailəyik. Deyir, eyni stildə, ikiniz də deyib qoyuruz adama, deyir. O deyir. Sonra dostlaşıblar. Sonra mı dostlaşıblar? Dostlaşıblar, hə. Yəni mən nə demək istəyirəm ki, bugünkü UFC-də kimlər ki var, fizik. Məsələn, vaxt olub ki, bir neçə il bundan qabaq, mən deyəndə ki, inşallah bizim UFC-də döyüşlərimiz heç kəs deyir, yox, mümkün deyil, olmayacaq, nəsə. Yəni, var da bu negativ insanlar var. Ancaq bu günlər 5 dənə döyüşçümüz UFC-dədir. İnşallah yaxın bir vaxtda inanıram ki, 55 nəfər olacaq, get-gedə sayılacaq və idmançılarımızın hər birinə uğurlar arzu edirəm. Çünki niyə UFC-də olan döyüşçülərimiz hər biri özünə görə öz kütləsi var və bir çox bizim gənc nəslə, gənclərimizə ümumiyyətlə idmanla məşğul olmağa böyük motivasiyadırlar. Əlbəttə. İndi UFC-yə düşəcəklər, rizlə düşəcəklər, nə bilim, ACD olacaq, o başqa söhbətdir. Ya da başqa judo ilə məşğul olacaqlar, güləşlə. Ancaq ki, bunların motivasiyası odur ki, bunlar idmançıları, gənc nəsli idmana dəvət edirlər. Sağlam, yəni o həqiqətən böyük savabdır. Bir gün ki, TikTokda olan o, deyirək, o necə deyirlər, o lazımsız adamlar nə qədərdir? Nə qədər bu lazımsız kontent var? Və bugün bizim idmançılarımız bu işlə məşğuldurlar və nə qədər insanlara motivasiya verirlər. Ona görə təşəkkür bildirirəm sizə. Çox sağ olun. Sağ olsunlar. Azərbaycan çox idmançı tanıyıram ki, onlar məsəl üçün ölkədən kənar qalsaydılar, çətinlik içində, məsəl üçün, bəlkə də məndən də güclü idmançı olardılar. Bəlkə mən düşdüyüm vəziyyətlər mənə belə şərait yaradır ki, mən belə idmançı olum da. İdmançı... Yəni, çətinliklər gətirsin. Çətinliklər görməlidir. Məsəl üçün, evə gəlirində fikirləşir ki, suyum hazır, gələcəm, mamam suyumu, yeməyimi hazırlayıb, suyum var, yeməyim var, yol pulum var məşqə. Lazım, gedirəm stabil məşqə heç. İldə 2 dəfə vuruşacaq. Amma mən vuruşurdum sənəyə görə, mən vuruşurdum qanararımı bu yarışdan gələn yarışa qədər xərcləməyə saxlayırdım ki, yəni qanararımı mən bu yarışdan gələn yarışa qədər xərcləyim və gələn yarışı vuruşurdum ki, yəni o deyir, dolanış üçün vuruşurduq da biz, yəni onun üçün mən $500, $350 zəv vuruşurduq biz əvvəl. İndi məsələn, keçən getmişik Türkiyə yarışa, bizdə gənc uşaqlar var, bu Sumqayıtda Simral müəllim var. Onun yaxşı uşaqları var da, yaxşı tərbiyyələr var. O uşaq çıxdı 1-0 idi, 17 yaşı var idi, 18 yaşı. Çıxdı 35 yaşında bir dənə Braziliya vuruşdu. Braziliyanın 48 dənə döyüşü var idi. Gecənin döyüşü verdilər ona. Gecənin döyüşü. O uşaq bir dənə döyüş göstərdi. Ona gecənin döyüşü verdilər. 1400 euro verdilər deyəsən, yoxsa 1500 euro.
elə sevinirdi. Yəni sevmək necə yaxşı mənada. Çünki sənin bu birinci, yəni əziyyətin bəhrəsidir. Bu pul sənin o birinci əziyyətin bəhrəsidir. O fəhləçilik yeri kimsə işləyir bütün günü, axırda axşam ona bir dənə pulu verirlər, o maaşına baxır, deyir ki, Motivasiya alır. Motivasiya görürsən bu mənim pulumdur. Məsələn, Əziyyətlə qazandığın. Əziyyətlə qazandı. Bu da onun əziyyətidir. Mən də həmçinin bax yadıma gəlir ki, Rusiyada məsələn qaldım, M1-də döyüşürdüm. Pulu verirdilər, fikirləşmirdim ki, ayda gəlim özümə maşın alım deyə. Birinci deyirdim ki, özümə fikirləşirdim ki, 3 aydan sonra mən yarış şeyəm. Məsələn, pulu düzgün bölüşdüm. Bölüşdüm ki, 3 ay gəlim. Çünki şeyim yox idi də. Yəni başqa kömək yox idi. Tural, mən sən bir söz deyim. Sən indi bu belə fikirləşməyin, sən bu düzgün necə deyilib bu pulu bölüşdü. Bu finans məsələsidir də. Bu həqiqətən səndən yaxşı biznesmen çıxacaq. Səni təbrik edirəm. Yəni mən illərdir ki, mən bir biznesmen olaraq, indi çoxu deyir bu aparıcıdır, jurnalistdir, elə nədirsə. Ancaq mən o deyiləm də. Özün bilirsən ki, bizim işimiz biznesdən başlayır. Bu mediamızda, motivator mediada o sırf bizim necə deyirlər o işimizi qurandan sonra bu medianı yaratmışıq. В основном biznesdən biraz anlayışımız var. Və sən düzgün pulu bölüşdürürsən deyə indi bax görsən də desən ki, qanarları bura eləyirdim, onu bura. Səni biznesdən alınacaq. Bir çox insanlarda, sahibkarlarda, yaxud idmançılarda hansı ki, biznesə keçir, niyə alınmır? Çünki pul gəlir, qoyurlar və pulu düzgün idarə edə bilmirlər. Bir dənə əhvalat danışım. Sən deyirsən bunu. Məsəl üçün bir dənə mağazində oturmuşam, təzə açan vaxtımda. Təzə deyəndə hədə bir ayca açmışam. Oturmuşam mağazində, bilirəm ki, qaqışın biri girdi içəri, bir hava danışırdım sənə. Qaqışın girdi içəri, belə keçal, baxdım belə deyir, Tural, belə, dedim, ayda, tanıdı kimsə, belə utandım da, deyirlər ki, oturub alverçilik edir, satıcılıq edir. Dedi ki, şeydir, Tural deyirəm da, dedi ki, mənə tanımadın, mənim adım Vandır da, bu da ermənidir, bizlə məşq edir. Rusiyada yəni elə şey yox da, erməni Azərbaycan yaxşıdsa yaxşıdır, pissə pisdir yəni. Orada yəni natsa söhbəti getmir. Millət yox, belə var ya, onu eləyənlərdən də var, amma bu belələr deyil. Eləyənlər cavabını alır da yəni. Eləyənlər də ki, yəni qıraqda gəzir. Dedim, tanıdım bunu. Dedim, sən əvvəl saçın zadıma dedi, evlənmişəm, işimi qurmuşam da belə. Yəni sözüm nədir? Görür ki, elə oldu ki, mən də şkaf zakaz eləmişdim, mağazin içindən şkaf yığdırmaq. Elə oldu ki, ucuz alındı, yoxsa 1000 neçə manata 2 dənə şkaf verməliydim. Gördüm ki, sökülü halda göndərirlər, hazır, yəni fabrikin özü göndərir. Şey elədi, mən də ki, nə kimi yumruqdan başqa nə eləmişəm ki, yumruq atmaqdan başqa. Mebeli yığmaq, necə yığım mən? Nəsə birdən yadıma düşdü, mən demişdim, mən bu poseokda qalım da. Mənim şəhərimdən elə ki, Peterdən bir 20 dəqiqəlik, 40 dəqiqəlik, yarım saatlıq kənardadır. Yazdım ki, Van mənə kömək elə ki, mebel gətir. Dedi ki, özlə, görüm 2 dənə işçi gətirdi. Elə bu ilə söhbət eləyirlər, görüm tap, işini qurdular, mebeli zadı, malları düzdülərlər. Mən hemen söhbət eləyirəm. Biraz keçsə gəldi ki, bu kimdir? Ermənilər, orada həmin o poseokda da ermənilər çoxdur da həqiqətən. Gəlib bu deyir o mənim dostum Turaldır da, legendadır da, yəni MMA-nın olduzudur da belə. Biri, ikisi, üçü, görürəm, bir gecədə yığıl. Mən də ki, axşamdır, belə qəşəng reklam, belə işıqlı da, qəşəng reklam qurmuşam da, yəni belə hər şey cəmaatın fikrini cəlb edir. Mağazinin qabağına bəlkə bir ayıldım, 20 nəfər söhbət eləmə, bura canlı, belə danışırlar. Bilirəm ki, bir dənə belə gelin vakindən bir dənə biri gəldi gelikdən, düşən kimi başladı mən belə, barızız, belə. Mən də dedim, salam aleyküm, belə, hayes, dedim, Azərbaycan belədir. Nə var, nə yox, məli. Burada yavaş-yavaş dili öyrənirlər. Yox, bilirlər. Nə var, nə yox. Çünki deməli, Azərbaycanla dostluq elə. Mən bir dənə sözü də həqiqətən deyir ki, знаешь, что удивительно, deyirdi, yəni bir təcrübəli təəccübləndirici bilsən nədir deyir. Deyir, Azərbaycanın mağazini 20 dənə də erməni onun qabağında girib mal eləyir, onun qabağında kömək eləyirlər. Deməli, sən deyir, o уважение, deyir, заслужить eləmirsən. O, zarafat bir şeydir. Həqiqətən də deyir ki, deməli, sən onu deyir, заслужить eləmirsən ki, bu qədər erməni rahatlıqla sənin mağazinə girib şey deyir, xeyri sənə verirlər. Mən bir şey də əlavə eləyim. Bax, burada, məsələn, mən olsam, mən tutalım, o 20 nəfər olmaz. Niyə görə? Burada məsələ nədir? İdman siyasətdən kənar olduğuna görə, bugün sən idmançısan deyə, sən bütün dillərdə, bütün dünyanın dillərində bir musiqidir, bir idmandır, hansı ki, hər şeydən, bütün siyasətdən kənar olur. Çünki görürsən də, neçə dəfə olub ki,
Bizimkilər Ermənistana gedib orada judoda çempion olan var idi. Ermənilər bura gəlmişdilər bizim bu hansı İslam olimpiyada, İslam oyunlarına gəlmişdilər. Avropa oyunlarında. Bəli, hansı hallarda bu baş verib? Ancaq idmanda. Ancaq musiqidə. Mən məsələn kimsə Yerevanda anadan olub getsin görüm Yerevana indi gedə bilir. Yaxud da nə qədər erməni burada yaşayıb biri gəlsin bura. Yəni də söhbət adi vətəndaşlardan gedir də. Ona görə idmandır və musiqidir. Həmişə deyir siyasətdən kənar olub və məncə də o düzgündür və bu gün sənin qazandığın hörmət odur ki, sən tanınmış və necə deyirlər, o nəticəli bir idmançısan. Orada mən sənə məsləhət görürəm, bir dənə qəşəng şəkli də qoy günə içəri girəndə görə. Gəlin mala qoyma qala. Motivatorda ilk dəfədir ki, biz biznesdən idmançı ilə idmançının bizneslə danışırıq da. Düzdür olub. Ancaq bu qəlyan tabaqla teması olmayıb da. İndi biləm kommentlərdə çox yazacaqlar. Yazın. Ancaq yenə deyirəm ki, Allah hamıdan razı olsun. Mənim də loqotipimə bax orada. Gör loqotipimə. Tabaçka. Cücü soru. Tabaçka. Bunu yaxın eləmidilər. Qəlyan mövzumuz davam eləyir. Tabaçka deməli nədir? Bu bizim dostumuz Tural Ragimovun şirkətidir. Yəni biznesidir. Adı da qoyub Tabaçka. Gördüyünüz kimi. Burada prosta yumruq qoyardın da bir dənə. Yumruğa çədə ki, понятно. Yəni bu həm də ki sırf nəyisə MMA ilə bağlı da şey eləmək olardı. İndi ancaq gözəldir həqiqətən. Xeyirli olsun. İndi bu günləri bizim qonağımız Tural Ragimovdur. Tanınmış bizim idmançımız və Tabaçka brendinin sahibi. Xeyirli olsun. Yəni sözümü nəyə gətirirəm? İndi sən mən razı qalarsan qardaşım. Mən buradan təşəkkür bildirmək istəyirəm. Təşəkkür bildirirəm və Allah onların canını sağ eləsin həqiqətən. Onların böyük əziyyətləri oldu. Kimlərdir onlar? Hansı ki illərdir bizə paxıllıq edirlər. İllərdir deyir bizim arxamızca danışırlar. Deyir arxamızca danışırlarsa deməli sən irəlidəsən. Kim irəlidədir, kim həyatda nəyə nail olursa, həyatda onu da onun qəlbinə görə verir. Ona görə qəlbinizi həmişə təmiz saxlayın. Çalışın, hamıya yaxşılıq eləyin və Allah Taala da o özü biləcək kimə nəyi versin. Ona görə sizə təşəkkür bildirirəm. Bir də olur bəziləri ki, səndəndirlər, bugün səndən deyirlər. Yəni səndən deyirlər. Ancaq ki, səndən deyirlər, orada-burada otururlar, gic-gic danışırlar. Ancaq ki, üzbəüz olanda gəlib daha bilmirlər neçə əlli görüşsünlər. Və onlara da sözüm odur ki, yəni biz sözü nədən danışanda, nə eləyəndə biz çalışırıq o sözümüzü üzə deyək. Yəni belə bir indicələ ki, kim nəsə söz atır, ya kiməsə söz şey eləyirəm, yox, xeyr elə deyil. Sadəcə minnətdarlıq bildirirəm ki, onlar var ki, biz daha yaxşı inkişaf edirik. Mən məsələn elə olanda biləndə ki, o bəzi o qruplar var da, o necə deyirlər, o indi mənə münasibətləri yoxdur. Məsələn, o abijniklar qrupudur da, başa düşdün necə? Onların sayı artanda mən daha da gücləşirəm. Məndən narazı olanlar məsələn də yenə deyirəm, o ki, üzbəüz gəlsək, söhbət eləsək, hansı bir mövzunu, mən həmişə deyirəm ki, düzün başı bir olar. Fikri başa düşdün. Ona görə o sən istəməyənlər də var, mən istəməyənlər də var, istəyənlərimiz də var, hamısı. Allah istəyənlərin də, istəməyənlərin də canını sağ eləsin. Yaxşı ki varsınız, bizə motivasiya verirsiniz və biz də gedirik irəli. Ancaq siz hardasınız onu bilmirik də. Nədirsə. Deməli yanımızda deyilsinizsə, deməli geridəsiz. Mənə elə gəlir ki, necə söhbətdir mənim qardaşım? Düzdür? Ancaq bu yaxşı qardaşlara, yəni yaxşı dostlara şamil eləmirəm də. Yəni mən həmişə demişəm ki, sözüm var, narazıçılığım var. Dirək gəl oturaq, söhbətimizi eləyək. Ancaq ki, oturub kənarda danışmaq, oturub kənarda, yəni sabada üzbəüz gələndə nəyə görə biz nədənsə utanmalıyıq, çəkinməliyik. Fikir başa düşdün? Ona görə mən o bizə necə deyirlər, bax mənə danışdı, ay danışsın. Deyirlər o belə elədi, o qoy eləsin. Məsələn də sən eləmə. Zato sən hər şeydən qabaqda olacaqsan da. Yəni sən pis elədilər, sən yaxşı cavab ver. Yaxşılıqla cavab ver, yəni pisliklə yox. Başa düşdün? Ona görə inşallah ki, yaxşı oldu. Turalcığım, nə oldu birdən-birə bu belə coşdu, şey oldu. Mən onu addenlə bu gün istəyirdim çəkiliş eləyim. Sırf o şeylərlə bağlı da, bizi düşməyimizi, yəni zəifləməyimizi istəyən adamlardan söhbət gedir də. Yəni onun gözəlliyinə deyirəm, Allah sənin canını sağ eləsin. Bir şey deyirəm qardaşım. Bir şey demirəm ki, o motivasiyadır. Sənin fikrin nədir mənim qardaşım? Hər bir şeyin, yəni belə olsun, Allah Subhanahu deyir ki, hər bir şeyin müddəti az olur. Yəni belə olsun, şən vaxtımızın da müddəti azdır. Bəli. O belə yaxşı şeylərin. Yaxşı şeyin də yəni vaxtı azdır, pis şeyin də vaxtı azdır. Yəni sevinc anı da məsəl üçün biraz sevinirsən, rast bir dənə şey olur. Yəni bu hər şey həmişə yaxşı olmur ki, adam rastlaviç olmur. Yəni çox rahatlanmasın. Düzdür. Hər dəfə də pis olmur ki, adam pissimiz olmasın ki, ayda heç nə alınmır məndə. Yəni bu
həm də ki mən bir şey deyim ki, yəni mən danışmaqla söhbətini demirəm, yəni bu boş şeylərdir. Amma əslində yenə deyirəm, sənin dalınca danışırlarsa, sənin haqqında danışırlarsa, sən öndəsən. Öndəsən ki, sənin dalınca danışırlar. Sən öndəsən, səni görürlər dalırlar. Yəni, səndən qabaqda olsa, çönüb sənin üzvə deyərdilər. Çünki səndən bundan qabaqdadılar. Düzdür. Yəni mən belə fikirləşirəm. Bütün dostlarımla mən münasibətim əladır, hamısına yaxşı sifət saxlayıram. Yəni heç kimlə də münasibətimi pozmamışam. Eşitmişəm, Tahir Abdullayevlə nəsə aron deyibsən, nəsə belə bir şey var. Tahir mənim qardaşımdır. Tahir həqiqətən Tahirə buradan salam deyirik, Tahirə buradan təbrik eləyirik. Yəni təbrik eləmişik, prosta efir vasitəsilə təbrik eləyirik və sonuncu qoşulan bizim tankımız oldu. Bundan qabaq bizdə qoşulanlar bizim canavarlar idi. Canavar var idi. Bizdə qara canavar, Tofiqdə şey nə idi? Tofiq adı. Şeydə Fiziyevdə nə idi? Ataman Fiziyev idi. Fərmanda nə idi? Fərmanda Fərman inşallah nəsə indi olsa nəsə deyər. Yəni Tahiri biz illərdir bilirik ki, Tahir tankımızdır da. Tahir həqiqətən mən uşaqlarımızın hamımızın partisiyası eləməyinə sevinirdim. Tahirin partisiyası olmasına ayrıca sevinmişəm. Həqiqətən bilmirəm, yəni niyə mən həmişə Tahiri çox sevmişəm. Tahirlə bağlı danışırıq və deyirik ki, həqiqətən Tahir Abdullayev inşallah ki, yaxşı oldu ki, yəni son günlər olsa da çox maraqlı oldu ki, kontrakt gəldi Tahirdən və Tural deyir ki, çox maraqlı döyüşlər göstərəcək. Düzdür qardaş? İnşallah, inşallah. Yəni Tahir hələ qoy tankın o şeyini, snaryadlarını yükləsin elə, doldursun qoy elə ki. İlmetçisi boşaldar. İnşallah, inşallah. Tahir bütün idmançılarımıza, ümumiyyətlə UFC-də olan 27-sində çıxış edən idmançılarımıza uğurlar arzulayır və bizim qonağımız görürsüz Tural Ragimovdur. Həqiqətən əfsanəvi idmançımız, MMA döyüşçüsü. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Sonra Tahirlə görüşmüsən? Tahirlə yox, Tahirlə telefonla danışmışam. Tahir elə buradadır, elə tapa bilmirəm. Tahir bütün gün o zalda, bu zalda, yəni zaldan çıxmır da demək olar ki, inşallah indi Tahirlə görüşəcəyik. Fiziyev sabah gəlir, saat onun yarısı, qeybi inşallah qarşılayacaq, o heç öz yerində. Fərmanla, yəni sözün düzü, yəni görüşməmişəm, ancaq onunla da görüşəcəyik. Maraqlı bir növbəti həftə bizim podkastımız olacaq, orada səni dəvət edirəm. Sırf, məsələn, podkastlar olacaq Tahirin, Fərmanın, məsələn, bu ayın 27-sinə qədər. Allah qoysa, indi maraqlı olacaq və sənin də ümumiyyətlə biz həm idmandasan indi, gələcəkdə indi biznesmen, bir də ki, ekspert kimi fikirləri, analizləri çox maraq. Biznes sırasında mən də görməyəm. Hə, oradakılar sırasında niyə də olmasın? Özün bilsən də idmanda yaxşı biznesmen idmançılardan çox belə az sayda olur, ancaq ki, səndən görürəm də, yəni səndə o boyda əziyyət var, yəni ki, hamı əziyyət çəkir. Prosta yenə deyirəm, pulun düzgün bölüşdürülməsi. Bugün biznesmenlərin fərq etməz. Hər bir insanın bir gün qazanır, ancaq qazanır, bunu saxlamaq var da, istərsiniz bunu düzgün idarə etmək lazımdır. O kimi neysə, indi UFC-dən UFC-dəkilərdən söhbət gedir. Kimin oradakilərin pulu çox olur da, nəsə inşallah ki, birdən nəsə lazım olsa bu konsultansiya, sırf idarə etməklə bağlı, iş qurmaqla bağlı müraciət edə bilərsiniz mənə. İnşallah Tural da mənim şeydir də, mavinimdir də bu məsələdə. Tofiq döyüşü üçün də borc götürəcəm, deyəcəm ki, $100,000 ver. Rahat şəkildə verə bilər ki, baxma, dur. Bax da, yəni... Mənim qohumlarım hər də döyüşdən sonra verə bildilər ki, mən döyüşdən $100,000 qazanım, borc sat istəyirlər mənə. Özdə belə 50 min deyirəm, bir 5 min, 3 min söhbəti getmirəm, 100 min. 100,000 manat deyib, bir iş var, girək, bir aya qaytarıram, deyirəm, yaxşı, bir aydan sonra veriləcək mənə pul. Bir ay qaytarım dedim, yox da bir ay. Bir ay keçdim təzəyə, nə oldu deyirəm ki, nə oldu bir ay qaytardın, hələ bir ay keçib də öz şeylə də. Bunlar elə bilər ki, siz döyüşürsünüz 100,000, 200,000, 300,000, yəni bu böyük bir rəqəmlərdən söhbət gedir də indi. Ancaq başa düşmürlər ki, bu günləri UFC-nin özü o pulu, məsələn, Tofiqdə pul heç verməyiblər, onu bilirik. Və insanlar bunu bilmir də. Sonra orada bir 100,000 söhbəti gedir. 100,000 həmin gecənin döyüşünə görə verilir. Ancaq orada rəqəm o deyil axı.
axı aldığı Tofiqin rəqəmi başa düşürsən nə demək istəyirəm? Məsələn 30% naloqudur oradan. Mən onu demirəm. Mən qonorar başqadır, bonus başqadır. O bonusu idmançı qazanır sırf göstərdiyi döyüşə görə. Orada da axırıncı döyüşdə yəni həqiqətən o çox belə nadir hallarda verilən. Bir də bildiyimə görə ayın döyüşü seçilmişdi desən də. Ayın döyüşü seçilmişdi. Gecənin döyüşü gecənin performansı seçildi. Orada bir var idi, $24,000 verirdilər, $100,000. Bir də məsələn o ayın döyüşünə görə istər-istəməz döyüşlərin sayı artdıqca da qonorar artır. $100,000 yenə $100,000 qalır. Ancaq burada sevindirici hal odur ki, həm bizim döyüşçüləri əksəriyyəti, məsələn, Nazim də götürüb sırf burada Bakıda olanda 50,000 ya 100,000 götürmüş. Yəni 100,000 götürmüşdü. Fiziv də götürüb. İnşallah Tank Tahirdən də gözləyirik. Tanka işdə, yəni bu bugünkü günləri may prosenti Tahir həmişə bizlə Tahirdən də yaxşı biznesmen çıxar. Biznesmen bilmirəm. Tahir əgər yəni temanı tutsa, o şeyin üslubunu tutsa, Tahir 100,000 bonus götürəcək. Mən sizə söz deyirəm ki, 100,000 bilmirəm, amma bilirəm ki, bonus götürəcək. Bir də mənim qardaşım, mən sənə deyirəm ki, düz başa düşdüm mən. Tahirdən yaxşı biznesmen çıxacaq. O, biz əlinə, biz otururuq arada bir, öyle danışırıq ki, elə bir 3-4 dənə şirkəti var. Yəni ki, həqiqətən o bacarıq vardı onda. İndi səndə də onu gördüm. Və inşallah ki, sən də Rusiyada, o da Rusiyada növbəti illərdə... Tahir biləm, yaxşı biznesin olur. Bir yeşiyi alma söhbətini Tahir yaxşı bilir. Ya, zarafatsız. Nə olub ki, danış görür. Tahir, növbəti podkastda o barədə danışarıq. Elə ikimizi də bir yerdə çağıracam. O bir yeşiyi alma söhbətini danışarıq. Çox sağ olun bizə baxdığımıza görə və UFC-də bütün idmançılarımıza uğurlar arzu edirik. Ümumiyyətlə, bütün təşkilatlarda çıxış eləyən idmançılarımıza bu yaxınlarda bir dənə zəhmət olmasa onu da bir dənə qeyd elə. Bu da Akif Quluzadəyə də bir salam göndərək. Ələskərgili, onlara da buradan salam deyirəm. Bütün UFC-də vuruşan döyüşçülərimizə həm salam, həm uğurlar inşallah qələbə bizimdir. Bir də One Championship-da Akif Quluzadə döyüşəcək. Bu barədə də məlumat verim sizə. Həm UFC-də döyüşlərimiz olacaq, həm də inşallah ki Akif UFC One-da da. Tural Ragimov da buradadır. Tural'la bir yerdə Akifə, bütün idmançılarımıza uğurlar arzu edirəm inşallah. Ələskər, uğurlar, Çingiz Alazovda bilirsiniz də Akifin demək olar ki, həm irəli aparan nastavnikidir, həm də ki dəstəkçisidir. Buradan hər birinizə salam deyirəm. İnşallah ki qələbə bizim olar. Özü də müğayət olun. Motivator Sportsa baxırdınız, bizim kanalımıza abunə olun, bizə dəstək olun. Çünki kanala abunə olanda, like eləyəndə, komment yazanda bizim yenə də biz oradan milyonlarla pul qazanırıq qardaşım kanallardan. Ona görə imkan verin ki bu milyonlarımızı qazanaq. Prosta xərcləyə bilmirik. Nə qədər şey gəlir ki, pul xərcləyir ki, çatdırmırıq xərcləməyə. Özünə müğayət olun, sağ olun.